Hər kəsə salam. Bugün temi bağlaması açırıq. Mən çox sevirəm belə videoları izləməyi, amma sizi bilmirəm. Belə bir mətbəx üçün yağ püskürdən alət almışam. Yeməklərin yağı az olsun deyə bundan istifadə eləyəcəm və yaxud da sobada və ya airfryerdə yemək hazırlayarkən. Sonra belə fərqli risunkalı kapronlar almışdım. Kimisi ürəkli, kimisi xallı idi, amma standart ölçü idi, amma çox balaca idi. Sonra belə airfryer üçün ikinci mərtəbə setka aldım və belə iynələr, bu iynələr də tikiş tikənlər bilər nə üçün istifadə olunur. Airfryer üçün yağlı kağızlar aldım, çox sərf eləyir, mütləq alın əgər lazımdırsa. Sonra belə bir kapron, bu da Temuda zərli görsənirdi, amma elə deyildi. Və belə bıçaq itiləmək üçün alət. Bunu da heç bəyənmədim, heç bir işə yaramadı. Və belə don aldım. Bu donu əslində şəkildə çox bəyənmişdim. Yəni şəkildəki kimi idi. Material da normal idi qiymətinə görə. Qiyməti 18 manat idi, səhv etmirəmsə. Amma çox qısa idi. Yəni nəzərə alın ki, mənim boyum 1.50-dir. Mənə çox qısa qaldı. Ona görə alarkən fikir verin uzunluğuna. Və belə də bir don almışam. Bunu bəyəndim. Uzunluğu da normal idi mənə görə. Amma normal boylu qızlara məncə qısa qalar. Bunun materialı falan çox gözəl idi. Yəni belə orta qalınlıqda streç parçadan idi. Çox bəyəndim. Sonra bir də ki, belə şabalıd kəsən alət. Kakras şabaludun sezonidir. Gedin alın. Bunu bəyəndim. Sərt plastikdən idi. Yəni yarım kilo şabalıdı kəsdim bununla. Heç bir şey olmadı. Yəni hələ də sağlamdır.